300-dən çox sahibkar, yerli və xarici şirkət rəhbərləri, dövlət nümayəndələri, investorlar və media nümayəndələri Nizami Kino Mərkəzində baş tutan İlin Qala Gecəsi adlı tədbirdə bir araya gəliblər. Biznes Mərkəzi klubunun təşkilatçılığı ilə keçirilən görüşdə əsas məqsəd il ərzində fərqlənən şirkət və şəxslərin fəaliyyətini dəyərləndirmək, eyni zamanda yeni əməkdaşlıqlar üçün effektiv networking mühiti yaratmaq idi. Bizim buradakı təqdimatımızda ilin dəyərləndirməsini edəcəyik və böyük bir təqdimatımız var. Və 2026-cı il üzrə də planlarımızı reallaşdıracaq və bu planlardan biri də bizim Avropa nümayəndəlikimizin açılışıdır. Türkiyə üzrə bizim nümayəndəlik və filiallarımızın fəaliyyətə başlamasıdır və bizim 2026-cı il yeniliklərindən biri də klubumuzun komitələrinin fəaliyyətə başlamasıdır və bu komitələrin sayı ondan çox olacaq. Artıq yanvar ayı üzrə ilk komitəmizin açılışını və təqdimatını da etdik. Bu da təsir komitəsidir. Tədbirdə ilin ən yaxşıları mükafatlandırıldı, B2B görüşlər və işgüzar müzakirələr keçirildi. Biz ilin şirkəti nominasiyasının qalibiyik. Buna çox xüsusi təşəkkür edirik. Bizi belə bir dəyərləndirdikləri üçün, əziyyətimizi kənardan görüb qiymətləndirdikləri üçün. İlin şirkəti olaraq mükafatına layiq görmüşük və özümüzlə qürur duyuruq. İlin bankı olaraq mükafatlandırılmışıq. Bu da bizim üçün bir ayrıca bir qürur verici bir bizim üçün təşəbbüsdür. Ona görə bir daha təşəkkür edirik. Həm dəvətə görə, həm mükafatlandırılmaya görə. Sevindirici məqam odur ki, Biznes TV də xüsusi fərqləndi. İlin dinamik televiziyası nominasiyasında qalib olduq. Biznes TV-ni gürültülü alqışlayaq. Qısa bir müddətdə uğurlarına sevindiyimiz bir kanal var. Online platformalar, açıq yayımı həyata keçirən Biznes TV-ni biz də sevirik, biz də bəyənirik. Qala gecə zamanı yerli şirkətlərin stendləri iştirakçılara təqdim edildi. Bundan başqa Biznes Mərkəzi klubu ilə Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzi arasında əməkdaşlıq memorandumu imzalandı. Qeyd edək ki, memorandum aqrar sahədə innovativ yanaşmaların təşviqi, sahibkarlığın inkişafı və birgə layihələrin icrası məqsədi daşıyır.